Bugün bütün evlərdə hamı vitamin qəbul edir. Multivitaminlər, balıq yağları, nə bilim D vitamini. Ümumiyyətlə tez-tez vitamin qəbul eləmək insanı kökəldə bilərmi? Bəli. Nəinki kökəldə bilər və müxtəlif xəstəliklərə yol da aça bilər. Vitamin hər zaman xeyirli deyil. Vitaminlərin yersiz və lazımsız istifadəsi hipervitaminoz deyilən bir xəstəlik halı ilə pasient qarşılaşmış olur. Bu da özünü dəridə, bağırsaq funksiyasında, artıq çəkidə və sair göstərə bilər. Mən Azərbaycan üçün multivitaminə ehtiyac olduğunu düşünmürəm. Çünki həqiqətən də zəngin bölgə qida ilə və ona görə də yenə deyirəm, düzgün və sağlam boşqab prinsipinə əməl edəriksə, biz qida ilə bir çox vitaminlərimizi almış oluruq. Amma pasientin şikayətlərinə uyğun olaraq konkret hər hansı bir vitamin defisiti varsa, bunda yalnız müayinədən sonra və həkim təyin edən dozada istifadəsi. Adətən multivitaminlərin və yaxud bu ara üsulu ilə satılan vitaminlərin tərkibində müalicəvi dozalar olmuş və o müalicəvi dozalar bizə istədiyimiz nəticəyə çatmağa kömək eləməyəcək. Yalnız həkim təyinatından sonra müalicəvi dozada olan preparatların təyini ilə o defisitləri də aradan qaldırmaq olar, amma bunu multivitamin şəklində qətiyyən yox, yalnız müayinədən və xəstəyə özəl təyinatdan sonra etmək olur.